Salam uşaqlar. Bugün Azərbaycan uğrunda Rusiya və Osmanlı mübarizəsindən danışacağıq. Və başlayaq dərsə 18 əsr əvvəlində Rusiya Osmanlı dövləti uğursuz müharibə aparmış və Qara Dənizə çıxış əldə etmək üçün demək olar ki, bütün ümidini üzmüşdü. Diqqətini Xəzər dənizinə yönəltməyə başlamışdır və bunun üçün də bəzi planlar həyata keçirilmişdir və 1713-cü ildə Rusiya ilə dostluq, ticarət müqaviləsi bağlamaq üçün Peterburqa nümayəndə heyəti göndərir Səfəvi hökmdarı. Və buna da qarşılıq olaraq Şah Hüseyn Təkər Cabdullah 1. Pyotr Artemovelenskini Rusiya Səfəvi müqaviləsi bağlamaq üçün yenidən Səfəvi sarayına göndərir. 18-ci əsrin əvvəllərində Rusiya İsveç ilə müharibədə apardığı döyüş nəticəsində yeni bir yürüşə, yeni bir müharibəyə başlamağa iqtidarında deyildi. Ona görə də Artem Volenskinin göndərmə başqa səbəbləri də var idi. Məsələn, məqsəd nə idi? Xəzər dənizinin qərb sahələrini öyrənmək və Azərbaycandakı sosial, iqtisadi, siyasi vəziyyəti dərindən bilməkdir və Volenskaya aşağıdakı tapşırıqlar verilmişdi. Karvan yollarının keçişçi məntəqələrinin olub-olmadığını öyrənmək, Səfəvi qoşunlarının müdafiə qurğularının vəziyyətini öyrənmək, Rus ticarətinin inkişaf etdirməsinin imkanını öyrənmək və Səfəvi arasında xristianlarla əlaqə yaradıb daha dəqiq məlumat almaq idi. Azərbaycanda olduğu kimi bir müddət Volenski Şamaxıda Rus tacirlərinin ticari məsələni nizamlamaq üçün müəyyən işlər görüb Rusiyaya qayıtdı və 1717-ci ildə İsfahanda Rusiya ilə Səfəvi arasında Rus tacirlərinin mənafeyinə uyğun müqavilə imzalandı və bu müqavilədə 1667, yəni 1717 və 1667 oxşar cəhət təşkil edir Ruslarla Səfəvi arasında bağlanan ticari müqavilə olduğu üçün. Daha sonra 1. Pyotr Xəzəryanı bölgəyə yürüşündən əvvəl həyata keçirdiyi tədbirlər var. Məsələn, Volenskini Səfəv dövlətinə göndərməsi, Xəzərin qərb sahələrinə ekspedisiya göndərməsi, Şirvanda Rus konsulluğunu açmağa çalışması buna aiddir. Bundan əlavə nə deyə bilərik? Bu ekspedisiyanın gəlmə məqsədi və ya gəlib hansı işlər görür və hətta Xəzərin qərb sahələrini topoqrafik baxımdan öyrənirlər. Və burada Bakı körfəzində müşahidə adalar var. Narcin, Vulf və Pestsani, yəni Qumlu adasının xəritəsini də hətta çəkib tərtib edib göndərirlər Pyotra və bundan əlavə biz baxacağıq ki, Rus tacirlərinin əksəriyyətinin arzu və marağını nəzərə alaraq Şamaxıda Rus konsulunun açılması qərarı alınır. Lakin həyata keçirilməsi Şirvanda baş verən üsyanın buna mane olması ilə nəticələnir. Daha sonra baxacağıq 18-20-ci illərin əvvəllərində Rusiyanın Azərbaycanla bağlı şartlı plan həyata keçirilməsi aşağı milləri sürətləndirdi. Hacı Davudun Sultan 3. Əhməd arasında danışıqlar aparması Hacı Davudla Şirvanın Osmanlı qoşunu yer etməsi təhlükəsi və Şirvan üsyanı zamanı Rus tacirlərin zərər çəkməsi 1. Pyotr Azərbaycanın Xəzəryanı bölgəsinə hücum etməsi sülh bəhanələr kimi götürülür və Şirvana qoşun yeritdiyi 1. Pyotr Azərbaycan Xəzəryan vilayətinə, Azərbaycan Şirvana. Şirvanda səbəb olaraq bunları göstərmiş ki, Şirvanda qüvvətli xalq hərəkatını boğmaq, güya Səfəvi şahına kömək üçün bir bəhanə təşkil edir və Şirvan üsyanı zamanı əvvəl Peterburqda qarşısındakı yürüş tərtib olunmuş. Sənədlərdə bu yürüş Şirvan ekspedisiyası adlanır, lakin üsyan qələbə çaldıqdan sonra bunun adını dəyişdirməyə məcbur olmuşdur 1. Pyotr. Daha sonra baxaq 1722 martında biz burada baxacağıq ki, Səfəv şəhərlərinə Əfqanlar hücum eləyir, üsyan qaldıraraq və paytaxtı İsfahanı tutur. Şah Sultan Hüseyni taxtdan saldılar. Bu zaman oğlu 2. Təhmasib özünü Qəzvində şah elan etdi və 1. Pyotrun Osmanlı İmperiyasının Cənubi Qafqazı ondan əvvəl tutmasını ehtiyat etdiyi üçünsə yürüşü tezləşmişdi. Baxaq indi 1. Pyotrun yürüyüşü və nəticələrinə. 1. Pyotr başlamamışdan əvvəl manifest çap etdirdi. 15 iyunda Azərbaycana göndərdi və manifestdə əsasən Rus qoşunlarının gəliş səbəbinin örtbas edildiyi görünür və bəzi feodallar da bu manifestə rəğbətlə yanaşırlar. 1. Pyotr 1722-ci il iyunun 18-də Astraxandan quru və dəniz yolu ilə Azərbaycanın Xəzəryanı bölgələrinə yürüşə başladı. Zəiflədiyi üçün Səfəv qoşunları Ruslara ciddi müqavimət göstərə bilmədi və 1722-ci il avqustun 23-də Rus qoşunu Dərbəndi müqaviməsiz tutdu. Şəhərin naibi İmamqulu bəy vəzifəsində qalmaq üçün Dərbəndin açarını 1. Pyotra təqdim etdi. Şəhərdə şahçılara qarşı müqavimət tərəfdarı 1. Pyotra qarşı hətta sui-qəsd hadisələrdə qəsdin üstü açıldı. Dərbəndi aldıqdan sonra Rus qoşunları Bakı istiqamətindən yürüşə davam etdirsə də 1. Pyotrun özü geri qayıtdı. Bunun isə səbəbi o idi ki, İsveçlər tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlükəsi, yürüşün Osmanlı dövlətinin etirazına səbəb olması və Xəzər dənizində baş verən tufan nəticəsində Rus əsgərlərinin ərzaq və sursatların saxlanılan gəminin əksəriyyətinin dənizdə batması idi. 1723-cü dekabrında Rus donanması
Rəşt şəhərini, yəni Rəşt limanını işğal etdi və öz qoşunu Cənubi Qafqaza yeritdi. Həmin zaman Osmanlı qüvvələri. Və Osmanlı tərəfindən bütün Cənubi Qafqazın tutulması təhlükəsi Bakının işğalına tələsirdi və 1723-cü il iyunun 28-də Rusiya donanması biraz müqavimətdən sonra Bakını tutaraq burada komendant dərə sülhü yaratdı və paytaxt Peterburqda Bakının tutulması ilə əlaqədar atəşfəşanlıq keçirildi. Bakıdan sonra Ruslar Salyanı da işğal etdilər və 1723-cü il sentyabrın 13-də Peterburqda Səfəvi elçisi İsmail bəy Peterburq müqaviləsini imzalamağa məcbur etdi. Lakin ikinci Təhmasib ona razı olmadan İsmail bəy imzaladığı üçün Peterburq müqaviləsinin şərtlərini təsdiq etmədi. Bu müqavilə şərtləri hansılar idi? 1723-də Peterburq müqaviləsinin şərtləri bunlar. Dərbənddən Gilana qədər olan ərazilər, yəni Dərbənd, Bakı, Mazandaran, Astırabad, Gilan Rusiyaya ilhaq edilirdi və bunun əvəzində də Rusiya hökmdarı, yəni Rusiya Səfəvi şəhəri əfqanlara qarşı öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərəcəkdir. İndi baxaq Osmanlıların ələ keçdiyi əraziyə. 18-ci əsrin əvvəlində Osmanlı İmperiyası Azərbaycanın Rusiyaya qarşı mübarizəsi meydana kimi baxırdı və Xəzər dənizinə qədər genişləndirməyə çalışırdı sərhədlərini. Şərqdə tranzit ticarət nəzarətini ələ keçirmək istəyirdi və buna görə də 1723-də İrəvan əhalisi Ərzurum paşasının göndərdiyi müraciətdə yazmışdı. Niyə oturmuşsunuz? Siz də türksünüz, biz də. Rusun altına düşmək istəmirik. Vəzimə gəlin, yəni tez gəlin, şəhəri tutun ki, Rusu İrəvana buraxmayın. Daha sonra biz baxacaq, burada Peterburq müqaviləsini imzalanan zaman İngiltərə və Fransa təzyiqi ilə Osmanlı qoşunları Cənubi Qafqazın digər torpaqlarını Rus altına keçməsinə qarşılıq almaq üçün Azərbaycana yürüşə başladı. Bu zaman Rusiya İsveçrə ilə müharibədən yeni çıxdığı üçün yeni bir müharibə və ya mübarizə apara bilməyəcəkdir. Buna görə də 1724-cü il iyunun 12-də İstanbulda Rusiya ilə sülh müqaviləsi bağlandı. Şərtləri bundan ibarətdir ki, Rusiya ilə Osmanlı arasında bölüşdürüldü Cənubi Qafqaz. Faktiki olaraq Xəzəryarana əyalətlər Rusiya tərkibində qaldı. Osmanlı dövləti bu ərazilər Rusiya qalmasını təsdiq etdi. Rusiya Xəzəryara torpaqlar istiqamətlə qalan bütün Azərbaycan torpaqlarının Osmanlı ixtiyarına keçməsinə razılıq verdi. Şirvan Osmanlı himayəsi altında yarımüstəqil xanlıq, Həzdavuz isə Şirvan xanı ilə olundu. Lakin Osmanlılar Şirvanda hərbi qüvvə saxlaya bilməzdi. Buna ixtiyarları yox idi. 1724-cü il İstanbul müqaviləsi əsasında Cənubi Qafqazda faktiki olaraq Osmanlı və Rusiya arasında bölüşdürüldü və Osmanlı qoşunları İrəvan, Naxçıvan, Ordubad, Salmas, Xoy və Mərənd şəhərlərini tutub Təbrizə doğru irəlilədilər və Osmanlılar İrəvan şəhərini tutmuşdular. Hətta burada illəri var 1583, 1635 və 1724-cü illərdə oxşarlıqdır bunlar. Lakin Təbrizdə ciddi müqavimət göstərdilər. Şəhəri ala bilməyən Osmanlı geri çəkməyə məcbur oldular və 1725-in avqustunda Osmanlı qoşunları yalnız həmin zaman tuta bildilər Təbriz şəhərini. Sonralar Gəncəni 1725-ci ilin sonlarında isə İstanbul müqaviləsi əsasən həmin zonaya daxil olmayan Ərdəbili ələ keçirdilər və buna görə də İstanbulda, yəni paytaxtda atəşfəşanlıq keçirildi. Beləliklə 1725-ci ilin sonuna qədər Azərbaycan böyük hissəsi Osmanlılar, Xəzərlər isə Rusiyanın əlinə keçdi və 1727-ci dekabrında Şamaxıya yaxınlığında Nabur kəndində Rusiya və Osmanlı dövlətləri arasında sərhədləri müəyyən etmək üçün müqavilə imzalandı və bundan sonra da biz baxacağıq ki, hansı ərazilər kimə, hansı ərazilər isə kimə keçmişdir. İndi baxaq 18-ci əsrin 20-ci illərində Osmanlı ələ keçdiyi ərazilərə. Deməli, Ordubad Naxçıvan 1724, Qazax Borçalı 1724, Təbriz Gəncə 1725 və Ərdəbil 1725-ci ilin sonlarında ələ keçirilmişdir. Azərbaycan torpaqlarında Rusiya idarəçiliyinə baxaq 1723-35-ci illərdə 22 və 23-cü işğal edilmiş ərazilərdə Rusiya komendant idarə etmə sistemi yaratdı. Bakı və Abşeronda komendantlar təyin olundu. Baryatski yerli feodalların neft quyularını müsadirə etdi və komendantın bu hərəkətinə qarşı baş verən üsyanlar da yatırıldı. İşğal etdiyi Azərbaycan torpaqlarında iqtisadi və hərbi strateji məqsəd istifadə üçün Abşeron neft quyuları barədə xüsusi sənəd, yəni resestr, yəni siyahıya almaq üçün məlumat sistemləşdirmək tərtib edildi. Həmin sənəddə neft quyuları, daşınması, qiyməti və s. kimi şeylər qeyd olunmuşdur. İpək, pambıq, yun, bədii boyalar, tikinti materialları, metal və s. sərvətləri talayıb aparmaq məqsədilə xüsusi tədbirlər hazırlandı. Hətta 1-ci Pyotr Şirvanın bəyi və bir sıra qərbi ölkələr, o cümlədən İngiltərə, Hollandiya və Fransa, Polşaya ixrac etmək fikri var idi. Rus mütəxəssislərin Kür çayı və gəmiçilik və alçılar inkişafı məqsədilə tədbirlər hazırlamışdı. Rus hökuməti hətta Kürün çayının münasib yerində
yəni əsas yerində Peterburq şəhərinə oxşar bir şəhər salmaq istəyirdi. Birinci Pyotr erməniləri yeni əldə olunmuş torpaqlarda onlar üçün xüsusi yayılmağı tələb etmişdilər. Bu tələbi yerinə yetirən birinci Pyotr 1724-cü noyabr 10-da fərmanı ilə ermənilər Azərbaycanın Xəzər dəniz sahillərinə Dərbənd, Bakı, Gilan, Mazandaran və bəzi ərazilərə məskunlaşmasını rəsmiləşdirdi. Birinci Pyotr erməniləri Azərbaycana yerləşdirmək məqsədi bu idi ki, Xəzəryanı bölgəyə özünə sosial dayaq yaratmaq, Azərbaycan torpaqlarının xristian əhalisinin sayını artırmaq və özünə etibarlı müttəfiq qazanmaq, ermənilərdən bunun üçün də istifadə etmək idi. Xəzəryanın torpaqlarının təsərrüfatı nisbətən canlandı. Həmin dövrdə bunun səbəbi isə görə əlverişli xamal məmək üçün Bahar Rusiyanın buradan təbii sərvətə olan ehtiyacı idi. Birinci Pyotrun vəfatından sonra, yəni 1725-ci ildə həmin torpaqları əldə saxlamaq aşağı sərhədlərdə maraq göstərmədi. Yəni torpaqlardan götürüləcək gəlirin bəslədiyi ümid üçün doğrultmaması özünü, burada qoşun saxlamağın böyük vəsait tələb etməsi, lakin Rus hökumətin bu torpaqlardan birdən-birə getməyə ehtiyat edirdi. Çünki Osmanlılar Xəzəryanı torpaqlarını ələ keçirə bilərdi. İndi sabah Osmanlı idarəçiliyindən 1724-25-ci ildə Osmanlı Azərbaycanında Səfəvi dövrünə olan bölgüsü qismən saxlayaraq aşağıdakı inzibati quruluşlar istifadə etdi. Birinci vilayət idi. Vilayətləri ali hərbi, inzibati və siyasi hakimiyyət Osmanlı sərkərdəsinə məxsus idi. Sancaqlıqlar var idi. Sancaqbəyləri daha çox yerli feodallardan təyin olunurdu. Daha sonra mahallara mahal naibləri Bakıda, bunlar da yerli feodallardan təşkil olunurdu və nahiyələrə isə yerli feodallar yerinə təyin olunurdu. İndi bax, Osmanlı hakimiyyəti dövründə Kürçayı, şimaldakı Azərbaycan torpaqlarının xüsusi statusa malik idi. Bu ərazilər yerli vassal hakimiyyət tərəfindən idarə edilirdi. 1724-cü ildə İstanbul sülhünə əsasən Şirvanda hərbi qüvvə saxlamaq hüquqları və ixtiyarı yox idi. Şirvan Osmanlıların himayəsi altında yarım müstəqil xanlıq elan olunmuş Hacı Davud tərəfindən. Lakin Osmanlı dövləti sonralar Hacı Davudu bu səbəbdən Şirvan xanlığından hakimiyyətdən uzaqlaşırdı. Hacı Davudun sahətlərinin aşması, Hacı Davudla Surxay xan arasında ziddiyyətlər. Şirvan xanlığında hakimiyyəti Hacı Davudun yerinə onun sahibi müttəfiqi olan Qazı Qumuqlu Surxay xan gətirildi. Osmanlı idarəçiliyi dövründə 1724 və 1735-ci illərdə Osmanlı hökuməti üçün həyata keçirdiyi tədbirlər var idi. Divan xas torpaqlarının ümumi dövlət torpağı altında birləşdirdilər. Osmanlı hakimiyyətini dəstəkləyən feodallar torpaqlarına toxunulmadı və dövlət idarəsində keçirilən torpağa bəylik və ağa adlı Osmanlıya xidmət edənlərə paylanılırdı. Əhali siyahılanaraq vergi qanunnaməsi və vergi dəftərləri tərtib olundu. İlk vaxtlar ağır vəziyyətdə olan əhalinin vicdanını bir qədər yaxşılaşdırmaq üçün bəzi vergilər müvəqqəti olaraq alınmadı. Qadınlar, uşaqlar, qocalar, şikəstlər və zehni əməklə məşğul olanlar bu vergiden azad edildilər. Sənətkarlıq və ticarətdə Səfəvi dövründə alınan vergilər olduğu kimi saxlanıldı. Bir sıra hallarda vergilər yabası müqatiyyəyə, yəni belə deyək, qəbalə kimi, yəni müəyyən şəxslərə pul qarşılığında verildi. Azərbaycanda Osmanlılar yalnız aqrar münasibətlərin xarakteri kökü dəyişə də bilmədilər. Azərbaycan ərazisində bu vaxt həm Səfəvi və həm Osmanlı dövlətinin ölçüsündəki pul vahidləri də istifadə olunurdu. İndi nəyə baxacaq burada? Biz diqqətlə baxaq, aşağıda verilib. Məsələn, qırmızı ilə göstərilənlər 22 və 23-cü Rusiya tərəfindən işğal olunan ərazilər idi və Xəzəryanı bölgələri, Səfəvilərə aid Xəzəryanı bölgələri demək olar ki, hamısını tamamilə tutur ruslar. Həmin dövr ərzində Osmanlılar isə burada iştiraklanmış ərazilərdir. İştiraklanmış ərazilər Səfəvi əraziləridir və Osmanlılar nə edir? Bu əraziləri ələ keçirdi ta ki 35-ci ilə kimi. Ondan sonra da Nadir xan bunların hamısını geri qaytaracaqdır. Ümidvaram sizin üçün faydalı olacaqdır. Yəni xəritəyə də baxanda aşağıya diqqət edin, iştiraklanmış və qırmızı rəngli olan ərazilərdir. Bu hər iki dövlət tərəfindən işğal olunan ərazilər. Ümidvaram sizin üçün faydalı olacaq, oldu çox.